Avtomobil batdı. Bakıda elə bir nöqtə var ki, xəritədə torpaq bitir. Bu gün isə mən və bu qaz 3110 yolumuzu həmin o nöqtəyə salmışıq. Yolumuz uzun, son isə naməlumdur. Mən Vardin Grey, xəritənin sonuna gedirəm. Gedək görək. Bu gün yolumuz Bakının ən fərqli nöqtələrindən birinədir. Qarşıdan baxanda elə görünür ki, xəritə burada bitir və qarşıda sadəcə dəniz qalır. Məqsədimiz şah dilinə çatmaqdır. Gedək. Bugün əsas məqsədimiz Azərbaycanın ən cənub-şərq nöqtəsi, yəni Qartalın burnu dediyimiz nöqtəyə getməkdir. İnşallah qismət olsa, ilk öncə yanacağımızı alacağıq. Yanacağımızı aldıqdan sonra da marketdən su və bənzəri 1-2-3 şey aldıqdan sonra ən uc nöqtə, ən cənub-şərq nöqtəsinə birlikdə səyahət edəcəyik inşallah. Məqsədimiz niyə ora getməkdir? Dostlar, mən sizə qısaca hədəfimi izah edeyim. Mənim məqsədim bu görmüş olduğunuz qaz 31 ilə Azərbaycanın gəzməli, görməli bütün nöqtələrini, sadəcə hamının bildiyi və hər yay və yaxud da hər qış gedilən nöqtələr deyil, Azərbaycanın görünməli, gəzilməli bütün nöqtələrinə gedərək, özümə maraqlı gələn bütün nöqtələri çəkərək sizə göstərmək istəyirəm. Yarım çən yanacağımız var, amma nə edirik? Tədbirli olmağa çalışırıq ki, yolumuz uzundur, orada yanacaq doldurum məntəqəsi yoxdur. Salam qardaş, hər vaxtınız xeyir olsun. Zəmin olmasa 20 litr benzin vurardınız da. Verim. Aha. Bəli dostlar, yanacağımızı aldıq. Artıq buradan sonra yolumuz marketdən sonra inşallah qismətdirsə şah dilinə gedəcəyik. Bəli dostlar, sizə Şahdili ilə bağlı qısa bir məlumat verim. Şahdili dediyimiz yer turistik bir bölgəmizdir. Azərbaycanın qoruqlarındandır. Abşeron Milli Parkında, yəni 2005-ci ildə salınmış Abşeron Milli Parkının nəzdində yerləşir. Əlbəttə ki, orada müxtəlif cür heyvanlar var. İndi biz getdiyimizdə hamısını görə biləcəyik, görə bilməyəcəyik. Onu əminliklə deyə bilmirəm sizə təbii ki də. Abşeron Milli Park Xəzər dənizi sahilində ilk dəfədir ki, yəni ceyran mövcuddur parkın nəzdində. Və o parkın içində əlbəttə ki, müxtəlif cür qırmızı kitaba, yəni Azərbaycanın qırmızı kitabına düşmüş heyvanlar da mövcuddur. Nəzarət məntəqəsinə yaxınlaşdıqdan sonra orada qeydiyyatımız olacaq. Qeydiyyat olduğundan sonra içəriyə buraxılacaq. Orada bəlli bir nöqtəyə qədər biz avtomobilimizlə gedə biləcəyik. Çünki bizim avtomobilimiz bilirsiniz ki, qaz 3110-dur. Bunun yolsuzluq şəraitində çox güclü bir nəticələr göstərə bilmir təəssüf ki. Amma avtomobilimizin getdiyi nöqtəyə qədər gedib oradan da daha sonra xəritənin, yəni dənizin qovuşduğu Qartalın burnu istiqamətinə gedəcəyik inşallah. Ortalama navigatora baxdığımızda 40 dəqiqəlik 39 kilometrlik yolumuz qalıb. Bəli dostlar, artıq bir marketə yaxınlaşmışam. Marketdə çəkim eləməyəcəm əlbəttə ki, içəridə üzlərinin düşmək istəmədiyi insanlar ola bilər. Marketdən su və bənzəri şeylər alıb gəlirəm inşallah. Çox az bir yolumuz qalıb. 21 dəqiqə 15 kilometrlik bir məsafəmiz qalıb. İzləmədə qalın, yoldan videolarımız davam edəcək. Görüntüdən də gördüyünüz kimi çox az bir məsafə qalıb şah dilinə. Yəni el arasında bura ilan mələyən yerlər deyirlər. Yəni burada ayaqları arxada bir ilan avtostopla Zirə mərkəzə getməyə çalışırdı. Ortalama 6 kilometrlik bir məsafəmiz qalıb. Abşeron Milli Parkı Şahdili. Buradan sola tərəf dönürük və gedirik. Abşeron Milli Parkının ərazisində olan Şahdili havası və təbiətinə görə, yəni çox, yəni nəqliyyat vasitəsi olmadığı üçün, çox yaşayış məntəqəsi olmadığı üçün və orada sənayeləşmə çox getmədiyi üçün havası təmiz və ən saf nöqtələrdən, Bakıda özəlliklə ən saf nöqtələrdən biri olduğu deyilir. İnşallah sizlərlə birlikdə getdiyimizdə orada test eləyəcəyik. Hal-hazırda havanın istilik dərəcəsini sizə deyim. Telefonda göstərən 30 dərəcədir. Yəni 33 dərəcəyə qədər yüksələcəyi göstərir. Amma indi bilirsiniz də Azərbaycandakı özəlliklə iOS sistemləri təəssüf ki, düzgün hava proqnozunu göstərmir. Yəni 3 dərəcə istidə yağış yağma ola bilər. O da Allahın hikmətidir. Görə inşallah necə olacaq. Yol boyu ailəvi istirahət mərkəzləri var. Yəni ortalama 1 saatdan çoxdur ki, yollardayıq. Yəni əlbəttə ki, o marketdə və benzin almada dayandığımız prosedurları saymasaq, hal-hazırda yaxşı gedirik. Hər hansısa bir problem yoxdur. Bura qədər gördüyümüz mənzərə yəni çox da belə iç açıcı deyil. Çünki niyə? Burası aran bölgəmiz, yəni Neftçala, Şirvan zonasına daha çox oxşuyur. Yəni inşallah gedəcəyimiz nöqtə daha gözəl mənzərə olar və daha gözəl
fərqli heyvanlar görmək istəyirik. Yəni hal-hazırda mən də tam bilmirəm. Mən də inşallah sizinlə bir yerdə ilk dəfə o milli parka gedəcəm. Abşeron Milli Parkına gedəcəm. Şahdili nöqtəsinə gedəcəm. İnşallah gözəl olar, gəldiyimizə dəyər. Bir sonraki videolarımızın hansı nöqtədə olmağını istədiyinizi yenə də videoların altındakı şərh bölməsində qeyd etməyi, videoyu bəyənməyi və abunə olmağı unutmayın. Yola davam. Dostlar, yəni həddən artıq istidir. Yəni bura gəldiyiniz zaman mümkün mərtəbə başınıza kepka və daha fərqli gözlük, mümkünsə günəş kremi də götürün ki, çünki buralar dəhşət istidir və həddən ziyadə günəş var. Ona görə özünüzü günəşdən qoruyun. Abşeron Milli Parkı Şahdilinə xoş gəlmisiniz. Bəli dostlar, Abşeron Milli Parkının girişindəyik. Burası tamamən girişdir gördüyünüz kimi. Hal-hazırda şəxsiyyət vəsiqəsini təqdim eləmişəm. Giriş adambaşı 2 manatdır, avtomobillər üçünsə əlavə 1 manat. Yəni neçə nəfərsinizsə əlavə 1 manat avtomobil üçün ödəyirsiniz. Dostlar, burada gördüyünüz kimi flora və faunasında hansı heyvanların və bitki örtüyünün olduğu göstərən girişdə bir lövhə var. Bu lövhədə də yəni bütün hansı heyvanlar, yəni canavar, gürüzə, bataqlıq, beli bağlısı, dəniz bozcası, tısbağadan tutmuş, kərtənkələ və fərqli ilan növləri, ördək, qaz növləri və köçəri heyvanlar da əlbəttə ki var. Kirpidən, tülküdən, dovşandan tutmuş bütün canlılara qədər faunasında da budaqlı, yulğun. Yəni burası tamamən Abşeron Milli Parkının nəzdində qorunan bir bölgədir. Hal-hazırda Abşeron Milli Parkı ərazisindəyik. Hələ də yəni kəpənək və xırda həşəratlardan başqa qarşıma, yəni yay olduğu üçün bəzi xırda quşlardan başqa, sərçələr və digər növ quşlardan başqa hələ ki qarşıma hər hansısa bir fərqli heyvan çıxmayıb. Yəni bura gəlməyimizin əsas məqsədi burada hər hansısa bir heyvan görmək deyildi əlbəttə. Görsək daha yaxşı olar. Əsas məqsədimiz burada bizim dənizin birləşdiyi, yəni Qartalın burnu dediyimiz nöqtəyə gedib çatmaqdır inşallah. Qismətimizə də, hədəfimizə də çatarıq Allahın izni ilə. Yol, yəni milli park ərazisi olduğu üçün çox da ürək açan deyil. Yəni buranı daha da gözəl eləmək olar, amma bilmirəm, bəzi nöqtələrdə sistemli bir ot bölgəsini yandırıblar və yaxud da mənim gözümə elə qaranlıq görsənir. Tam bilmirəm, amma bəzi nöqtələrdə otlar hələ də elə yüksək istilər olduğunu düşünmürəm ki, otlar yansın. Baxın, fərqli quş növləri var burada. Flora və fauna girişdəki lövhədə, qeyd olunan lövhədə gördüyümüz quşlardan bəzilərini görə bilirəm. Sola avtomobil yolu düşür. Görək, gedib sizə göstərə biləcəmmi, bilməyəcəmmi? Əlbəttə ki, avtomobilin sərhədlərini çox yoxlamaq istəmirəm, amma bildiyimiz qədər də gedək, çox altını da vurmayaq ki maşının. Heyf, dobusu bölümlərdə də çəkməyə çalışacağıq. Əlbəttə ki, çox təhlükəli bir şey eləyirəm təbii ki də. Bunu sizə eləməyi məsləhət görmərəm. Çünki bu ərazidə qarşınıza nələrin çıxacağını, nəyin çıxa biləcəyini əlbəttə ki biz bilmirik və gedirik. Artıq aşağıdan qamışlıq səsləri gəlməyə başladı, takka-truk. Ümid eləyirəm ki axıra qədər yol belə qəşəng olar. Yəni hal-hazırda yolsuzluq şəraitində gedirik. Yəni elə deyim sizə. Dönüm dala qayıdım, dönüb qayıda biləcəyim bir yer yoxdur. Elə deyim sizə. Amma gedirik də, indi bilmirəm. Hələ ki mənə etmə, eləmə deyən olmadığı üçün gedirik. İnşallah sizə qarşıdakı gölü çəkib göstərmək üçün getməyə çalışıram. Baxın, bu ərazi tamamən qamışlıq dediyimiz bir şeydir. Burada artıq yol bitirmi, yoxsa gedirmi? Yox dostlar, artıq burada
buradan o tərəfə çox risk eləməyim. Yalan deməyəcəm sizə. Yəni buradan o yana çox da yol sizləyən yoxdur. Yolsuzluq şəraiti. Bəli dostlar, gördüyünüz kimi Abşeron Milli Parkı ərazisində yerləşən qoruqdayıq. Bayaqları sizə videoda qeyd elədiyim kimi, videoda gördüyünüz kimi baxın, Xəzər dənizinin tamamilə birləşdiyi nöqtədir və burada çox gözəl bir su hövzəsi yaradıb. Əlbəttə ki, çox ürək eləyib o nöqtəyə getmək istəmirəm dostlar. Yəni lövhədə də qeyd olunduğu kimi, burada gürzə və daha zəhərli ilanlar mövcuddur və hal-hazırda biz havalar çox isti olduğu üçün 30 və üstündə istilik dərəcəsi olduğu üçün olduğumuz ərazidə getdiyimiz yollarda və keçdiyimiz ərazilərdə qarşımıza daha fərqli heyvanların çıxma ehtimalı və zəhərli heyvanların çıxma ehtimalı olduğu üçün və açıq aşkar da girişdə dayanan nəzarətçini çəkə bilmədiyim üçün, yəni qaydalara uyğun olaraq onların çəkilməsi və onların üzünün görünməsi qadağan olduğu üçün biz onlardan aldığımız məlumata görə burada başımıza gələcək hər hansısa bir hadisədən biz özümüz məsuliyyət daşıyırıq. Yəni avtomobildən çox düşməməliyik, çox fərqli ərazilərə, lokasiyalara getməməliyik əlbəttə ki. Əlimizdən gəldiyi qədər özümüzü və ətrafımızda bizimlə gələn insanları qorumalıyıq. Çünki burada sadəcə ilan və digər zəhərli heyvanlar deyil, fərqli yırtıcı heyvanlar da əlbəttə ki mövcuddur. Və gördüyünüz kimi arxada Qaz 31-imiz hazırdır. Bu gözəl mənzərələri sizə göstərmək istədim və nöqtəmiz Şah dilinədir. Yəni Şah dili, niyə o əraziyə Şah dili deyirlər dostlar? Şahlar zamanında bəylər, xanlar, şahlar ora balıq ovuna gəlirdi. Ona görə oraya Şah dili ərazisi deyilir. İndi inşallah gedək görək başımıza daha fərqli nələr gələcək. İzləmədə qalın dostlar. Qoruq ərazisində artıq ikinci nəzarət məntəqəsini keçdik. Yaxınlaşdığınız zaman sizə belə qaydalar təqdim olunur. Yəni girişdən 2 kilometr sonra, 2 kilometr, 2 kilometr yarım sonra avtomobillə bağlı əraziyə qədər gedə bilirik. Ondan sonrası ayaqla davam eləyəcəyik inşallah. Burada da lövhələr göstərir Şah dilinə necə gedə biləcəyimizi. Mən sizə qaydalar haqqında məlumat verim. Azərbaycan Respublikasının Milli Parkların əsasnaməsi Abşeron Milli Parkının daxili qaydalarına uyğun olaraq parkın ərazisində çimmək, siqaret kötüyünü, tullantı, ətrafa atmaq, marşrutdan kənara çıxmaq. Bayaqları qeyd elədiyim kimi dostlar, marşrutdan kənara çıxmaq, piyada marşruta avtomobillə getmək qadağandır. Yəni dostlar, burada atacağınız hər hansısa bir şüşə, siqaret kötüyü, parkda yanğın törətmə ehtimalı olacağı üçün hər hansısa bir artıq demək təbii ki qadağandır. Hava qaralana dək parkdan çıxmaq, əmlaka zərər vurmamaq tələb olunur. Qaydaların pozulmasına görə 600 manat cərimə tətbiq olunur. Kamera çəkir. İndi bilmirəm dostlar, bu ərazidə kamera var, yoxdur, indi onu yalan deyərəm. Amma qaydalar kamera olsa da olmasa da əməl olunsa daha gözəl olar. İndi hal-hazırda ikinci yoxlama məntəqəsindən keçdikdən sonra avtomobillə gedə biləcəyimiz lokasiyaya qədər, yəni 2 kilometr, 2 kilometr yarım getmək qaydası var. Ondan sonra Şahdili nöqtəsinə qədər əlbəttə ki ayaqla getmək məcburiyyətindəyik. Bəli dostlar, artıq Şahdili parkına gəlmişik. Səhərdən yol boyu qaydalara əməl edin, qaydalara əməl edin. Buradan gördüyünüz kimi dönməyə çalışanda avtomobil batdı. Başımıza qəribə hadisələr gəlməlidir də. Arxa tərəf gördüyünüz kimi oturub. Yəni çox da dərin qum deyil, yəni buradakı qumun eynisidir. Sadəcə dönməyə çalışırdım ki, buradan avtomobili üzü tərs istiqamətdə saxlamağa çalışım. Avtomobil quma batdı və arxasına taxtalar da yerləşdirməyə çalışdım. Buradan da taxtalar yerləşdirməyə çalışdım. Təəssüf ki, avtomobil batdı. İndi qollarımızı çırmalayıb avtomobili çıxardıb inşallah daha sonra hədəfimizə gedib çatmağa çalışacağıq. Dostlar, yəni mümkün mərtəbə bu əraziyə gəldiyinizdə, yəni bu qumlara çox da əmanət eləməyin. Çünki çox təhlükəlidir. Baxın, avtomobillər hamısı orada saxlayıb. Mən də dönüb orada saxlamağa çalışanda biraz genişdən götürdüm, təəssüf ki, bir balaca avtomobil quma batdı. Amma Allahın izni ilə çıxardarıq inşallah. İzləmədə qalın dostlar. Bəli dostlar, axır ki 31 və bu qardaşın sayəsində və oradakı görünməyən qardaşların sayəsində, əsas da bu qardaşın sayəsində sağ olsun bax, bu maşını ilə çəkdi çıxartdı. Qardaşa minnətdarlıq edirəm. Allah razı olsun. Öpürəm. Bu video xatirə qalsın. İnan ki, bu heç fikirləşmirdim batmağını, amma bu yaxşı insanların var olduğunun göstərgəsidir. Minnətdaram qardaşım, çox sağ ol. Allah razı olsun. Avtomobilimizi xilas etdik qardaş. Dəhşət isti var. Yəni bura gələndə mütləqdir ki, yanınızda başmaq gətirin. Nə bilim, bir şeylər gətirin, yəni. Belə qara-qarasına gəlməyin. Başmaq gətirin, dəniz şortu gətirin. Dənizə girmək qadağandır. Ən uc nöqtədə ağ, qara, yəni köçəri quşlar deyimiz quşlardır. Yəni bu bölgəyə gələn qoruqda Abşeron Milli Qoruğunda qorunan quşlardır. Və məndən qabaq hardasa 2-3 dəqiqə bundan qabaq insanlar gedirdi qabaqda. Mən də deyirəm ki, bu yəqin onlardır da, başa düşdünüz? Baş alıb gedirəm o tərəfə, görürəm ha, yox oraya giriş olmaz, qadağandır. Quşların özəlliyi bir sahil xətti yaradıblar ki, yəni köçəri quşlar gəldiyində orada su hövzələri də var. Su hövzələrində rahat bir şəkildə həm dincəlsinlər, həm oradakı xırda balıqlardan özlərinə yemək olaraq istifadə eləsinlər, həm də orada populyasiyalarını artırsınlar. Yəni nəsillərini artıraraq davam elətdirsinlər köçəri quşlar. Çünki buradakı quşların böyük
böyük bir qismi, köçəri quşların özəlliyi böyük bir qismi qırmızı kitabda, həm Azərbaycan qırmızı kitabında, həm başqa ölkələrin ortaq qəbul etdiyi qırmızı kitablarda qəbul edilmiş quşlardır. Mən də bilirəm ki, məndən qabaqda gedən adamlardır. Üz tutub gedmişəm oraya, hazırlaşıram ki, çəkim sizlərlə paylaşım ki, belə. Bir də gördüm qabağıma. Yekə bir qamışlıq çıxdı, qamışlığın arxasında səth çəkilib ki, yəni bilir ki, yəni mən və mənim kimi maraqlanacaq insanlar oraya gedə bilər. Ona görə qarşısını almağa çalışıblar. Yəni dostlar, gəldiyinizdə o qıraqda gördüyünüz, yəni o qıraqdakı xətt görürsüz ha, yəni sahil boyunca belə göstərmişsiniz. Sahil boyunca qıraqda gördüyünüz ağ xəttlər, xəttlənmiş ada kimi yerlər köçəri quşların gəlməsi üçündür. Videoda da gördüyünüz kimi oradakı adacıqda köçəri quşlar, hətta bu ərazidə də, yəni bu ərazidə baxın görürsüz, uçan quşları görürsüz. Yəni Abşeron Milli Parkının bu dediyim kimi süni göl kimi yaradılan ada qismi köçəri quşların gəlib burada yumurtladığı, burada xırda balıqlar var dostlar, baxın. Bilməm videoda görə bilirsinizsə. Burada xırda balıqlar var. Hətta yaxınlaşıb göstərməyə çalışım sizə. Baxın suyun üzündə gördüyünüz xırda balıqlar, baxın burada sürü iləndirlər. Bunlarla qidalanırlar və öz nəsillərini artdırmaq üçün buraya köçüb gəlirlər. Baxın görürsüz, uçurlar quşlar, səslərini də eşidirsinizsə. Və nəhayət gördüyünüz kimi həm Bakını, həm Azərbaycanı gəzməyə başladığımız başlanğıc nöqtə. Bu nöqtədən etibarən bütün Azərbaycanı İnşallah sizin də dəstəyinizlə, sizin bəyənmələrinizlə, sizin videoya rəylərinizlə, abunə olub mənə dəstək olmağınızla birlikdə bu nöqtədən başlayaraq Azərbaycanın və Bakının ən cənub-şərq başlanğıc nöqtəsi. Baxın, bundan sonrası torpaq yoxdur. Baxın, dayandığım nöqtədən sonra dənizdir. Bu dayandığım nöqtə ən uc quru nöqtədir. Bu nöqtədən başlayaraq inşallah ilk növbədə şah dilini və daha sonra bütün Azərbaycanın gəzməli, görməli ən uc nöqtələrinə qədər və ondan sonra da inşallah dünyanı yavaş-yavaş gəzib görməyə, birlikdə öyrənməyə başlayacaq inşallah. Video əgər xoşunuza gəldiysə, bu qədər zəhmət çəkdik. Videonu bəyənməni, rəylərinizi, düşüncələrinizi videonun altındakı rəylər bölümünə yazmağı və kanalımıza abunə olmağı unutmayın. Sizin dəstəyiniz inşallah daha fərqli yollar, daha fərqli macəralar yaşayacaq inşallah dostlar. Sizə belə 360 göstərməyə çalışım dostlar. Şah dili və Abşeron Milli Parkı. Bəli dostlar, bura qədər gəlib adətənəyə uyğun olaraq suya girməmək olmaz. Düzdür, bura çimmək qəti qadağandır, amma bəlli bir yerə qədər dənizə girmək olar. Gəlin. Yay aylarında, yəni dənizə girmə ehtimalı olan aylarda gəlməyin, çünki çox dəhşət istidir. Bəlkə mən videoda görürsünüz, tərqan içindəyəm. Amma belə bir yaxşı bir xüsusiyyət də var ki, ailənizlə qış aylarında dincəlmək, Xəzər dənizindən zövq almaq istəyirsinizsə, bura gəlinəcək yer dostlar. Bugün Abşeron yarımadasının sona qədər gəldik. Bura sadəcə coğrafi bir nöqtə deyil. Bura xəritənin bitdiyi, amma macəranın davam etdiyi yerdir. Mən Warden Grey. Videonu sona qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Video əgər xoşunuza gəldiysə bəyənməyi, rəylər bölməsində fikirlərinizi və düşüncələrinizi qeyd etməyi, kanalıma da abunə olmağı unutmayın. Bir sonraki videolarda görüşmək üzərə. Unutmayın, yol bitdi, amma macəra ilə davam edir.